Rusiyaya ders veren milyonçu. Bakın, bu Hacı Zeynalabdin Tağıyev'dir. Azerbaycanlı milyonçu. Onun bu addımı bütün Moskvanı şoka salmıştı. Hadisə 19-cu əsrin sonlarında baş verir. Tağıyev Moskvada lüks bir restoranda əyləşir və ofisantlar onun şərqli geyimini görüb onu kasıb bir qərib zənn edirlər. Dəfələrlə çağırmasına baxmayaraq heç kim ona yaxınlaşmır. Hətta uzaqdan ona baxıb gülüşürlər. Tağıyev isə sakitliyini pozmur. O, restoranın sahibini yanına çağırır və bu obyektin bir günlük qazancının nə qədər olduğunu soruşur. Restoran sahibi gülümsəyərək rəqəmi deyəndə, Tağıyev cibindən çıxardığı məbləği masanın üzərinə qoyur və belə deyir: "Bu restoranı bu günlük bağlayıram. Budur pulunuz." Sonra isə qapıları taybatay açdırır, yoldan keçən bütün fəhlələri, evsizləri və kasıbları içəri dəvət edir. Onlara belə deyir: "Buyurun, bugün ən bahalı yeməkləri yiyin. Hesabı mən ödəmişəm." O özü isə bir tikə belə yemədən restoranı tərk edir. Bu sadəcə bir var-dövlət nümayişi deyildi. Bu, bir Azərbaycanlının milli qürurunu tapdalamaq istəyənlərə verilən ən ağır dərs idi. Tağıyev hər zaman belə deyirdi: "Pulun yoxdursa heç kimsən. Amma xarakterin yoxdursa, pulun olsa da heç kimsən." Təbii ki, bu bir rəvayətdir. Bəs sizcə bugün belə bir hərəkət edən iş adamlarımız varmı? Şərhlərdə fikirlərinizi yazın. Sizin də mən Samir Zahidoğluydum.